Salam dəyərli şagirdlər və abituriyentlər. Dövlət İmtahan Mərkəzi 2-ci hissə test toplusunu davam edirik. Deməli, nitq hissələr morfoloji xüsusiyyətlərinə aid olan testlərin 80-ə qədər olan izahları verilib. İndi isə 81-dən etibarən demək başlayacaq testlərimizə. İzaha keçməmişdən öncə kanalımıza dəstək olmaq üçün və bu tipli videoların tez-tez gəlməyini istəyirsinizsə, abunə olmağı və videolarımı dostlarınızla paylaşmağı unutmayın. İndi isə gəlin başlayaq. 81-ci sualdan etibarən görək bizdə nə istəyir. Sürücü dostu telefonla danışa-danışa maşını idarə etdiyi üçün cərimələndi. Demək, danışa-danışa hərəkətin tərcini bilsə də müstəqil cümlə üzvü deyil. Gəlin baxaq. Deməli, cərimələndi kim? Dostu. Hansı dostu? Sürücü. Eləmi? Bax, bu cərimələndi kim? Dostu. Hansı sürücü dostu? Telefonla danışa-danışa maşını idarə etdiyi üçün. Hamısı birlikdə fe'l sifət tərkibi, eləmi? Olur, zərflik. Bu düzdür. Hərəkətin tərzini bildirsə də müstəqil cümlə üzvü deyil, doğrudur. Köməkçi nitq hissələri ümumi qrammatik mənasına görə fərqlənir. Demək, dostu telefonla, nə ilə? Telefonla. Bu nədir? Qoşma. Kim ilə, nə ilə sualına cavab verirsə olur qoşma, eləmi? İdarə etdiyi üçün də nədir? Yenə qoşma. Hər ikisi qoşmadır. Demək, ümumi qrammatik mənasına görə fərqlənmir. Ümumi qrammatik mənasına görə fərqlənmək nə demək? Yəni, fərqli nitq hissəsidir. Xeyr, hər ikisi qoşma olduğu üçün yanlış fikir ilə cavabımız B variantı olur. Təsriflənməyən feillər var. Danışa-danışa, danışaraq. Məsələn, bu feili bağlamadır. İdarə etdiyi üçün feil sifətdir. Bu da düzdür. Sonuncu söz tərkibinə görə, demək, sonuncu söz nədir? Cərimələndi. Cərimə sözün kökü. Cərimələmək sözü dilimizdə var. N-dır ayrı. D-də olur qrammatik. Demək, ləni ayıracağım. Çünki cərimələmək sözü dilimizdə var. E-də doğru fikirdir. Sonra. Demək, ardıcıllıqla müəyyənləşdirək. Təfəkkürün dil ilə əlaqəsinə aid məsələlər içində məntiqi və qrammatik kateqoriyalar, həmçinin bu kateqoriyaların bir-birinə münasibəti də digər məsələlərlə birlikdə həll olunub. Deməli, uşaqlar, dil ilə, nə ilə? Dil ilə. Kim ilə? Dil ilə. Demək, kim ilə, nə ilə sualına cavab verirsən olur qoşma. Əlaqəsinə aid, dair, məxsus. Bu nədir? Yenə qoşma. Sonra məntiqi və qrammatik. Necə? Məntiq, məntiqi. İ şəkilçisi bunu neynədir? Sifət elədi. Bu oldu sifət. Həmçinin bağlayıcıdır. İştirak bağlayıcısı. Nə deyil? Birlikdə zərfdir. Belə. Rahat. Demək, iki qoşma ardıcıl olaraq gələn elə variant sadəcə C variantı olur. Verilmiş cümlə əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin. Düzü hamımız bilirik ki, vicdanlı insan cəmiyyətin xeyrini öz mənfətindən həmişə üstün tutmalıdır. Gəlin, baxaq, demək, doğrudur. Əvəzliyin iki müxtəlif məna növünə aid nümunə işlənmişdir. Demək, hamı qeyri-müəyyən əvəzlik. Bilirik ki, vicdanlı insan cəmiyyətin xeyrini hər öz bütün təyin əvəzlik. Həmişə üstün tutmalıdır. Bu nə oldu? İki müxtəlif məna növünə aid nümunə işlənmişdir. Oldu düz. Biri götürəcəm. Keyfiyyət bildirən sözlər sifətdən yaranmışdır. Keyfiyyət bildirən sözlər nədir? Demək, sifət özü də. Vicdan, vicdanlı. İsimdən yaranıb. Vicdan sözündən isimdən yaranıb. Demək, iki yanlışdır. Feillər müxtəlif şəkillərdə. Feillər bilirik. Bilmək, bilirik. Bu, indiki zamanda xəbər şəkildir. Eləmi? Tutmalıdır. Bu da malı məli vacib şəkildir. Müxtəlif şəkillərin düzdür. İsimlər isə müxtəlif hallardadır. Gəlin, baxaq isimlərə. İnsan, cəmiyyətin, insan adlı kal, cəmiyyətin deyəli kal. Bu da düzdür. Demək, 3-də doğru fikirdir. Zaman zərfi şəxsə və kəmiyyətə görə dəyişə bilən feilə aiddir. Zaman zərfi hansıdır burada? Həmişə üstün tutmalıdır. Kəmiyyətə görə dəyişə bilən feilə aiddir. Bu da doğru fikirdir. Yəni, şəxsə və kəmiyyətə görə dəyişə bilən nədir? Təsriflənən. Təsriflənən. Həqiqətən tutmalıdır təsriflənən feildə. Doğru. Səndən yanlış fikir istəyir. Burada yanlışı götürəsən. Leksik mənası olmayan sözlər eyni kömək hissəsinə aiddir. Düzü modal sözdür. Elə mi? Sonra. Bilirik ki də bağlayıcı. Ki, bu da bağlayıcı. Demək, bu yanlışdır. Biri modal söz oldu, biri bağlayıcı oldu. Yanlış fikir istədiyi üçün 5-i götürəcəm. Nə oldu cavabımız? 1, 3, 5, C variantı. Demək, səhv fikir istəyir. Daraltdı, feildən düzələn məlum növdə xəbər şəklində. Demək, daralmaq,
dar, eləmi? Daralmaq, daraltmaq, dıdır zaman çəkəcək. Feildən düzələn feildir, düzdür. Məlum növdədir, xəbər şəklindədir. Bu doğru fikirdir. Getdi. Sonra Şamxal adlı kaldırı xüsusi isimdir, düzdür. Üst başını əks mənalı sözlərin birləşməsinə üst baş niyə əks mənalı olsun ki? Mürəkkəb isimdir, təsirli haldadır, düzdür. Amma əks mənalı sözlərin birləşməsinə yaramıyor. Kəmərini sadədir. Kəmərini sadə mənsubiyyət kəməri. Mənsubiyyət burada bunun halı təsirli şəkildə qəbul etmişdir. Çırpıb demək çırpıb daraltdı. Görsən əsas feilə aiddir. Əsas feilin tərzini bildirir. Bu da feili bağlamada düzdür. 85. Cümlədəki sözlərin morfoloji xüsusiyyətlərlə bağlı səhv fikri müəyyən edin deyir. Duman çəkiləndən sonra bir neçə döyüşçü kəndə tərəf yollanır. Duman isimdir, çəkiləndən feili bağlamadır deyir. Xeyr, feili bağlama uşaqlar məsələn qoşmadan işlənməz. Burada sonradan görürsən ki, bu feili bağlama deyil. Çünki bildiyimiz kimi feili bağlama dediyim kimi qoşmadan işlənmir. Bu feil sifətdir, çəkilən, an, ən. Sadəcə ismin xüsusiyyətini daşıyıb çıxışlı qal şəkilçisi qəbul edir. Feili sifət. Səndən səhv fikir istəyib biri götürəsən. Sonra zaman zərfidir. Xeyr, çıxışlı qalı sözü qoşulub, deməli sonra nədir? Qoşma. Bir miqdar sayda neçə sualına cavab verir? Bir deyil, axı bir neçə döyüşçüdür. Bir neçə. Bu. Burada bir deyil. Döyüşçü ismindən düzəlmiş isimdir. Döyüş ismindən döyüşçü. Ən son çığ şəkilçisi döyüş ismi üzərinə artırılıb. Digər mənbəki döyüşmək feilin üzərinə artırılıb. Xeyr, çığ şəkilçisi yalnız adların üzərinə artırılır. Kəndə yönlük halda olan isimdir, düzdür. Tərəf qoşmadır. Baxaq. Kəndə tərəf düzdür. Tərəf orada qoşma olur. İsimdən düzələn yol, yollamaq, yollanmaqdır. Yollamaq sözü dilimizdə olduğu üçün lan ayrılır. N da ən son şəkilçi n da yollamaq feilin üzərinə atılıb. Yəni isimdən yox, feildən düzəlib. Altda yanlışdır. Cavabımız 85-də olacaq. B variantı. Sonra kimi bənzətmə qoşmasıdır? Durna qatarı kimi oldu, düzdür. Bənzətmə qoşması. Təyyarələr adlı haldadır. Durna qeyri-müəyyən yəni ki, durnanın qatarı bu da düzdür. Sonra ardınca. Ardın sözü olmaz axı. Ca qoşma ədəd olsa ardın olacaq bunun şeyi. Xeyr, yanlış fikirdir. Demək, ardı ilə art deyil burada. Bir-birinin saydır. Bir dəqiqə. Bir-birinin saydır. Eyni sözün təkrarına yaranmışdır. Xeyr, say deyil. Zərfdir. Düzülmüşdür. Sifətdən düzəlmiş feildir. Düzmək, düzülmək, mışdır. Il şəkilçisi yalnız adların üzərinə artırılır. Daha doğrusu feillərin üzərinə artırılır. Ona görə buradakı düzmək feilidir. Sifətdən yox, feildən düzəlib. Qrammatik məna növü şəkilçiləri hamısı feildən feil üzərində şəkilçilərdir. İldə yadınıza gəlsə, məchul qayıdışın şəkilçisidir. Ona görə bu da yanlışdır. Cavabımız olacaq 3, 4, 5, B variantı. Nümunədə işarələnmiş sözlər morfoloji cəhətdən nədir? Əyri otur, düz danış. Necə danış? Feilə aiddir, oldu zərf. Düz söz, necə söz? İsmi aiddir, oldu sifət. Mil düzü, muğan düzü, oldu isim. Düz evə gedirsən, tam evə gedirsən, bu da oldu ədad. Zərf, sifət, isim, zərf, sifət, isim, ədad. Cavabımız 87-də olacaq A. Dostuna öz torpağımızda yetişmiş buğda unundan çörək bişirtdi. Dostuna mənsubiyyət və hal şəkilçisi qəbul etmiş sadə isimdir. Dost, öz dostu mənsubiyyət, A-da hal şəkilçisi qəbul edib düzdür. Buğda çörək əks adlı haldadır. Baxaq, buğda unundan, buğdanın unu, bu oldu qeyri-müəyyənlik bildirən yiyəlik hal. Demək 88-də doğru cavabları istəyir. Biz birin üstünə xətt çəkməyək, ikinin üstünə xətt çəkək, eləmi? Həmişə səhvi istəyib, birbaşa şey dedik. Öz təyin əvəzlikdir, öz torpağımızda düzdür. Torpağımızda mənsubiyyət, ımız mənsubiyyət, daha hal şəkilçisi qəbul edilmişdir, düzdür. 1, 3 doğru gəlir. Yetişmiş, xəbər şəklində olan düzəltmə feildir. Baxaq. Yetişmiş buğda. Hansı buğda ondan yetişmiş? Bu feil sifətdir. Mış burada feil sifət şəkilçisində. Hansı olan cavab verir? Bu yanlışdır. Bişirtdir. Feildən düzəlmiş feildir. Bişirmək, bişirmək, bişirtmək, bişirtdirmək.
En son dır şəkilçisi bişirtmək feilin üzərinə atılır. Feilin üzərmiş feildir. İcbar növdə də əmr şəklində. Bu da doğru fikirdir. Cavabımız oldu A variantı. Kürün utayında hündür qovaqların seyrəldiyi yerdə 5-6 qaraltı göründü. Gəlin baxaq. Demək, göründü düzəltmə məchul növdə xəbər şəklində olan feildir. 89. Nə deyir? Kürün utayında hündür qovaqların seyrəldiyi 5-6 qaraltı göründü. Öz-özünə görünür. Bu qayıdış növdür. Məchul növ deyil. Məchul növdə olması yanlışdır. Biri götürəcəm səhv fikir olaraq. Kürün sadə xüsusi yiyəlik haldadır. Kür sadədir, xüsusi isimdir. Yiyəlik haldadır, düzdür. Nə? Hündür sadədir, adi dərəcədə olan sifətdir, düzdür. Seyrəldiyi düzəltmə keçmiş zaman mənalı feil sifətdir. Seyrəlmək, seyrəlmək. Bu sadədir. Sadə düzəltmə deyil. Seyir olası deyil, seyrəlmək sözün kökü dık plus mənsubiyyətdə feil sifət şəkilçisi. 5-6 mürəkkəb qeyri-müəyyən miqdar saydı. 5-6 nə idi orada? 5-6 qaraltı göründü, bəli, saydı. Sonra cümlədə əsas nitqlərin hamısı işlənmişdir. Yəqin ki, bu da yanlış olacaq ki, cavabımız elə 1, 4, 6 olsun. 1, 4 başqa variantda, 2 səhvdə onsuz da. Yenə baxaq, demək, əsas nitqlərin hamısı işlənmişdir. Kür isimdir, o tayında əvəzlik, tay isimdir, hündür sifətdir, bu isimdir, seyrəlmək feildir, 5-6 saydır, qaraltı isimdir, zərf yoxdur burada. Zərf yoxdur. 90. Dünən axşamdan başlayan yağış ara vermədən yağırdı. Yağış adlıq halda düzəltmə isimdir. Yağış ara vermədən yağırdı. Bəli, adlıq halda düzəltmədir. Çünki yağmaqdan yağış yaranır. Sonra ara vermədən hərəkətin zamanını bildirən, tərzini bildirəndir bu. Ara vermədən zamanını bildirmir. Yağırdı indiki zamandadır, ır indiki zamandadır da idi hissəciyidir, düzdür. Dünən axşam zaman zərfləri, düzdür. Başlayan indiki zaman mənalı, an, ən indiki zaman mənalı feil sifət düzəldir. Təsdiqlədir, məlum edir, bu da düzdür. Həkim xəstənin alnını aramla ovuşdurdu. Həkim adlı halda olan isimdir. Kim? Həkim, düzdür. Xəstənin yiyəlik halda olan isimdir. Təkdədir. Xəstənin alnı yiyəlik haldadır. Sonra təkdədir. Üzr istəyirəm. Xəstə isim deyil axı. İsimdir deyir, xəstə sifətdir, xəstə insanın alnının əslində. Sadəcə aid olduğu isim cümlədən buraxıldığı üçün bu ismin xüsusiyyətini daşıyır. Cavablardan biri 2-dir. Xəstə dediyim kimi isim yox, nədir? Sifət. Alnını mənsubiyyət və təsirli hal şəkilçili isimdir. Alnı, xəstənin alnı. Bu mənsubiyyəti, bu da bunun halı, düzdür. Aram zərf, la qoşmadır. Aramla necə, nə tərzdə qovuşdurdu? Nə ilə olan istəyir ki? Zərfdir birlikdə. Lavda qoşma deyil. Ovuşdurdu. Demək, qarşılıq birgəlik növdədir. İndiki zamandadır. İdi köməkçi sözü ilə işlənmişdir. Ovmaq, ovuşdurmaq. Ovuşdurmaq. Ur indiki zamandır da şəxs sonluğu. Qarşılıq birgəlik növdə deyil bu. Ovuşduruldu. Demək, həkim xəstənin alnını qramla ovuşdurur. Özü ovuşdurur da, kim nəsə birgə ovuşdurmur, və qarşı-qarşıya ovuşdurmur. Niyə qarşılıq birgəlik növdə olsun ki? 2, 4, 5, C variantı. Sadə feildə düzəltmə isimdir. Mənsubət şəkilçili isimdir. Kök bir qrammatik şəkilçi sxeminə uyğundur. Demək, kök bir qrammatik şəkilçi bir leksik, bir qrammatik şəkilçi sxemi kimi düşünülə bilər. İki cür düşünülə bilir deməli. Həm sadə feil, həm də düzəltmə isim. Düzün. Bu düzün. Məsələn. Nə idi? Sadə feil. Mil muğan düzün. Burada da sadə isim. Düzəltmə isim olmadı. Getdi. Biçin. Biçməkdən biçin. Nə? Biçin. Eləmi? Düzəltmə isim oldu. Siz biçin. Nə idin? Biçin. Sadə feil oldu. Mənsubiyyət şəkilçili isim kimi düşünə bilmirəm artıq.
biçin. Mən yox, düşünə bilmirəm. Gülün. Siz gülün, nə edin? Gülün ətri yenə gəlik və hər ikisi sadə isim, sadə feil olur. Çəkim. Demək, mən çəkim. Nə edim? Çəkməkdən çəkim. Eləmi? Sadə feil. Çəkim. Nə? Çəki məsələsində. Mən çəkməkdən çəki. Burada şəxs qrammatik şəkilçi kimi düşünə bilirəm. Sonra demək, bir dəqiqə gəlin buna baxaq. Nəsə olacaq kimi gəlir mənə. Demək, bunu düşünə bilirəm. Necə? Mənim çəkim mənasında. Eləmi? Çəkim, ölçüm mənasında da. Çəkməkdən çəki, belə oldu. Düzəltmə isim oldu. Sonra mənsubət şəkilçili isim oldu. Eləmi? Kök bir leksik, bir qrammatik sxemi kimi düşünülə bildi. Bu şəkildə də düşünə bildi. Demək, qaldı sadə feil, bir də kök bir qrammatik kimi düşünməz. Bu da sadə feil üçün mən nə edim? Çəkim. Çəkməkdən imdə şəxs sonluğu. Mən nə edim? Çəkim, şəxs şəkilçisi. Sadə feil, eləmi? Bir də kök və qrammatik sxemdə uyğun gəldi. Bəli. Cavabımız oldu D variantı. Qəşəng sual idi. Sənin tələbə yoldaşın Gəncədən qayıtmayıb. Sənin şəxs əvəzi yerlik hal şəkilçisi qəbul etmişdir, düzdür. Tələbə yoldaşın sadədir, ümumi isimdir. Düzdür. Düzəltmə isimdir. Yoldaş, sənin yoldaşının mənsubiyyətdir burada. Yerlik hal deyil. Gəncədən çıxışlıq alınmaq xüsusi isimdir. Düzdür. Qayıtmayıb feili. Nə edim? Sualına cavab versin. Niyə feili bağlamaq üçün? 3 və 5. Necə nə tərzdə zərfin suallarına cavab verər üb şəkilçili söz. O zaman feili bağlama olar. Hər kəs bizim dünənki söhbətimizdən danışırdı. Hər kəs qeyri-mənəvəzik düzdür. Eləmi? Mənsubət şəkilçili deyil. Biz demişik, şəxs əvəzliklərin üzərindəki şəkilçi hal şəkilçidir. Dünənki zərf deyil ki, bunu leksik şəkilçi vasitəsilə sifət elədi. Bu da artıq hər testdə soruşulan, hər kəsin əzbərlədiyi bir məsələdir. Söhbətimizdə mənsubət və hal şəkilçisi qəbul etmiş sadə isimdir. Söhbət imizdən mənsubət və hal şəkilçisi qəbul edir, düzdür. Danışırdı feildir, indiki zamandadır. İndiki zaman şəkilçisi düzdür. Demək, cavabımız 94-də nə olacaq? 2 və 3. Sonra nələr baş verdiyi yazdıqları oxunandan sonra aydınlaşacaq. Nələr sual əvəzliyidir deyir. Səndən nə istəyir burada? Düzgün fikirləri seçməyi. Ona görə biri götürəcəksin. Elə mi? Baş verdiyi keçmiş zaman mənalı feil sifətdir, adlıq haldadır. Baş verdiyi keçmiş zaman mənalı dık plus mənsubiyyət, elə mi? Feil sifətdir, adlıq halda işlənmişdir. Bu da düzdür. Yazdıqları feil sifətdir, təsirli haldadır. Xeyr, dık plus mənsubiyyətdir. Bu təsirli hal şəkilçisi deyil, mənsubiyyət şəkilçisidir. Oxunandan feili bağlamadır. Feili bağlama deyil, feili sifətdir. Çünki dediyim kimi qoşmadan işlənmir. Feili bağlama. Aydınlaşacaq məlum növdə onu düzəltmə feildir. Aydınlaşmaq, acaq da məlum növdədir, düzəltmə feildir, düzdür. Demək, cavabın oldu 1, 2 və 5, 95-də oldu. Sonra, bunu bayaq necə də gözəl deyirdin. Bunu ismi əvəz etmiş təsirli hal şəkilçili əvəzlikdir. Bunu ismi əvəz edib, eləmi? Nəyi? Təsirli halıdır, işarə əvəzliyidir, doğrudur. 96-da 1-i götürəcəm. Necə sual əvəzliyidir, necə də gözəl deyirdim. Bu da ədatdır. Sual məzmunu yoxdur. Ədat. Getdi. Bayaq zaman zərfidir, bayaq deyirdim, düzdür, zamandır. Gözəl sifətdir, feili aid olduğu üçün zərfdir. Deyirdin, xəbər şəklindədir, indiki zamandır. D da hissəcikdir, N da şəxs sonludur, düzdür. Demək, 1, 3 və 5, 96-da oldu. Sonra, şeirdə iki köməkçi nitq hissəsi, bir ədat, bir modal söz işlənib. Nədir axı bu ədat? Bu millətin günahı, tutsun görsün məzlumların ahı.
Demək, burada şey yoxdur. Modal söz yoxdur. Buna görə biri götürəcəm. Bir yelik 3 adlı qaldı. Ona isim var. Gəlin baxaq. Millətin yelik günahı adlı qal. Mənsubiyət şəkilçisidir. Sonra tutsun sizi feildən əvəzlik. Görüm məzlumların ahı. Məzlumlar ahı. Bu yelik, bu da adlı qal. 2 yelik 2 adlı qal. Bu da yanlış fikirdir. Şeydəki feil təsriflənəndir. Baxaq. Tutsun. Düzdür. Məlum növdədir. Əmr şəklindədir. Düzdür. Əvəzli mənaca 3 müxtəlif növ işlənmişdir. Bu işarə əvəzlidir. Nədir? Sual əvəzli. Sizi şəxs əvəzli. Bu da düzdür deməli. Birinci misrada şəxs sonluğu qəbul etmiş söz var. Millətin nədir axı? Bu millətin günahı. Demək, birinci misrada şəxs sonluğu xəbər şəkilçisi qəbul etmiş söz var. Nədir? Burada şəxs sonluğudur, xəbər şəkilçisi qəbul edib. Bu da düzdür. Cavab nə olacaq? Sadəcə 1 və 2. Demək, A variantı. Daha doğrusu variant yoxdur. Bax, imtahana yaxşı hazırlaş, ha. Bax, nədir? Əmr şəklində olan feildir, xeyr. Hər hansı bir əşyaya, telefona və ya hər hansı bir şey baxmaqdan söhbət getmir. Burada ədatdır bu. Ədat. 98-də 1-i götürəcəm. İmtahana yönlük halda işlənmiş mücərrəd isimdir, düzdür. Müəyyən müddət içərisində davam edən isimlər imtahandır, musiqidir, müharibədir. Bunlar nədir? Mücərrəd isimdir. Yaxşı tərz hərəkət səhvidir, yaxşı hazırlaş feili aiddir, düzdür. Sonra hazırlaş əmr şəklində olan feildir, düzdür. Ha-da qüvvətləndiricə ədatdır. Ha, burada əmr ədatıdır. Əmr feilindən sonra işləndiyi üçün. 1 və 5. Əmr şəklində olan feildən sonra işlənəndə ha olur əmr ədatı. Cavabımız 1 və 5. Sonra bir dön bizim Bakıya bax. Demək, 1 dön, 2 dön, 3 dön olası deyil, say deyil. 1 yanlışdır. Sonra dön ikinci şəxsdə əmr şəkli olan feildir, düzdür. Bizim mənsubiyyət şəkilçisi deyil. Dediyimiz kimi hal şəkilçisidir bu. Bakıya yönlük olan xüsusi isimdir, düzdür. Bax, əmr şəklində feildir, ikinci şəxsin təkindədir. Bu da düzdür. Cavab olacaq 1 və 3. Dədə Qorqud filmindən aldığı təəssürat xəstənin əhvalını biraz daha yaxşılaşdırdı. Təəssürat adlı qaldıran mücərrəd isimdir. Demək, nə təəssürat, eləmi? Adlı qaldadır, sadə isim düzdür. Feil sifət tərkibi cümlənin mübtədasıdır. Nə? Təəssürat, hansı təəssürat Dədə Qorqud filmindən aldığı nədir? Hansı sona cavab verir? Təyin. Mübtəda deyil. Mübtəda təəssüratdır. Yaxşılaşdırdı feildir. Feildir, düzdür. Xəbər şəklindədir. D zaman şəkilçisi olduğu üçün xəbər şəklində düzdür. Biraz kəmiyyət zərfi, biraz yaxşılaşdırdı. Feili aiddir, kəmiyyət zərfidir. Xəstənin sözü yelik halda olan sifətdir, düzdür. Əla sifətə kimi vurğulayıbdır, eləmi? Feil isim yazmır, sağ olsun. Cümlədə feili bağlama işlənmişdir. Feili bağlama yox, feil sifət işlənib. Demək, cavab nə olacaq burada? 100-də 1, 3 və 4. Belə. Aldadıldığını görən qonşu bu adamla normal münasibətlərin son qoydu. Demək, görən modal söz. Hansı qonşu aldadıldığını görən feil sifətdir. Necə modal söz olsun? Demək, doğru fikir istədiyi üçün bir getdi. 2 müxtəlif qrammatik məna növünə aid feil işlənmişdir. Demək, aldadıldığını görən qonşu bu adam normal münasibətlərin son qoydu. Bu nədir? Məlum növ. Eləmi? Sonra kiminsə tərəfindən aldadıldığını, bu da məchul. Düzdür. 2 qrammatik mənadır. Normal ümumi isimdir. Normal münasibət. Necə münasibət? İsim deyil, bu sifətdir. Sonra həm feili sifət, həm də sifət vardır. Sifət var, feil sifət də var, aldadıldığını. Deyirəm, normal dedik ki, sifətdir, bu da feil sifət. Qoşma ilə işlənmiş söz adlı qaldadır. Bu adamla. Kim ilə? Bu adamla. Adlı qaldadır, qoşma ilə işlənmiş söz düzdür. 2, 4, 5 oldu. Sonra 102. Adlı qaldıran isim yoxdur.
Demək səndən nə istəyir? Doğru fikirləri soruşur. Sac asıb, un ələyib, sacı asıb, unu ələyib, nehrəni çalxalayan hanı? Qoyun quzunu qaytarıb, buzovu bağlayan hanı? Hamısı təsirli haldadır. Adlı qaldan isim yoxdur. Düzdür. Üçdə biri götürəsən. Tərz hərəkət zərfləri işlənib, çalxalayan fe'l sifətdir. Bağlayan fe'l sifətdir. Eləmi? Yoxdur. Zərf olaraq yoxdur. İsimlər sadə və mürəkkəbdir. İsim mürəkkəb qoyun quzu bəzi sacdan da onu sadə məsələn. Fe'llər təsriflənməyən formadadır. Ələyib, qaytarıb, buzovu bağlayan hanı? Nə tərzdə? Buzovu bağlayan, bu da düzdür. Üçüncü misrada keçmiş zamanda olan fe'il işlənib. Xeyr, bu qaytarıb, buzov bağlayan, bu da fe'li bağlamadır. 1, 3, 4. Demək, sifətlər keyfiyyət bildirir deyir. Ağ samavar rəngdir, qızıl tökən, köz tökən hanı, qızıl isimdir orada, qıy vurub sürüləri, örüşə çəkən hanı. Bu da ağdır, bu kəmiyyətdir, keyfiyyət deyil, əlamətdir. Eləmi? Doğru fikirləri istəyir, bu getdi. Düzəltmə zərf işlənmişdir, demək, tezdən. Eləmi? İşlənir. Zaman və tərz hərəkət zərfi işlənmişdir. Tərz hərəkət zərfi. Qızıl köz tökən, bu fe'l sifətdir, qıy vurub fe'li bağlamadır, eləmi? Örüşə çəkən hanı? Burada da yoxdur deməli. Fe'llər təsriflənməyən formadadır, bəli. Fe'li sifət, fe'li bağlama. Təsirli halda iki isim vardır. Ağ samavara, qızıl köz tökən, közü tökən hanı, qıy vurub örüşə çəkən. Sonra demək, ağ samavara, közü tökən hanı, qıyı vurub. Düz, 2 dənə təsirli olan isim var. 2, 4, 5. Sonra, demək, 104-cü sualda deyir ki, düzgün fikirlər tap, eləmi? Həm təsriflənən, həm də təsriflənməyən fe'l işlənmişdir. Qoymaram, demək, bu təsriflənən fe'ldir. Girsin qoyununa, izin ver, bu da qolumu salın boynuna. Burada təsriflənməyən fe'l yoxdur, yəni ya məstər yoxdur, fe'l sifət yoxdur, fe'li bağlama yoxdur, eləmi? Hər üç şəxsin təkinə aid əmr şəklində olan fe'l var. Demək, mən qoymaram, o girsin. Sən izin ver. Değil mi? Düzdür. Hamısına aid var. İkini götürəcəm. Fe'lin hansı məlum növdədir? Qoymaram, izin ver və salın. Bəli, hamısı olur. Demək, məlum növdə. Sonra. Yalnız isim və fe'llərdən ibarətdir. Yad insan, bu sifətdir. Yanlışdır. Fe'llərin biri gələcək zamanda inkardadır. Qoymaram gələcək zamandadır, inkardadır. Qolunu salın boynuna. Bu da doğru fikir deyir, değil mi? Qoymaram. Ər qeyri-qəti gələcək zaman. Burada orada inkarlı şəkildə. Adlıq təsirlik, yönlük halda olan isimlər vardır. Demək, yadları sifətdir. Elə mi? İzin ver, qolumu təsirlik, salın boynuna yönlük. Demək, adlıq halda bu da yoxdur artıq. 2, 3, 5. O ki bunu səndən gülə-gülə soruşmuşdu. O şəxs əvəzlidir, bəli. Kim o? Ki ədatdır, bu da doğru fikirdir. Sonra. Bunu sifət əvəzidən kimi bunu, nəyi soruşmuşdu? Burada sifəti yox, ismi əvəzidir. Səndən çıxışlı qaldı olan sadə isimdir. Sən isim deyil, əvəzlikdir. Gülə-gülə, gülərək, araq ərək. Fe'li bağlamadır. Bu da yanlış fikir. Cevabımız burada ne oldu? 2, 3, 4. Yazmaqla, oxumaqla heç işi yoxdur. Demək, yazmaq məstərdir, lalə qoşmaqdır. Nə ilə yazmaqla, nə ilə oxumaqla, bu düzdür. Məstərdir, lalə qoşmadır, bu da düzdür. Səndən nə istəyir? Düzgün fikirləri. Heç qeyri-müəyyən əvəzlikdir. Heç işi yoxdur. Demək, işi yoxdur, heç işi yoxdur. Bu qeyri-müəyyən əvəzlik deyil, ədatdır. Demək, sonra. İşin mənsubət şəkilçisi qəbul etmişdir, bəli. Mənsubət şəkilçisi qəbul etmişdir. Yoxdur, indiki zamanda fe'li, bu fe'l deyil, predikativ sözdür, var yox.
lazım gərək predikativ feillərdir. 1-2 sözlərdir. 1-2 4. Demək, indiki zamanda da olması üçün zaten ır şəkilçisi qəbul etməsi lazımdır. Həyəcanı sözə başlayana kimi çəkirdi. Demək, doğru fikirlər istəyir. Həyəcanı mənsubət şəkilçisi qəbul etmiş mücərrət. Onun həyəcanı sözə başlayana kimi çəkirdi. Mənsubət şəkilçisi qəbul edib. Mücərrətdir, düzdür. Sözə yönlük halda olan konkret isimdir. Sözə yönlük haldadır. Söz konkretdirmi? Söz konkretdirmi uşaqlar? Deyil. Mücərrətdir. Sözü toxunmursan, görmürsən, nə? Başlayana feili sifətdir. Yönlük hal şəkilçisi qəbul etmişdir. Düzdür. Ən adı yönlük hal. Kimi qoşmadır. Başlayana kimi. Bu da qoşmadır, düzdür. Çəkirdi keçmiş zaman. İndiki zaman şəkilçisi keçmiş zaman deyil. 1, 3, 4. Sinifdəki gərginlik səy ilə çalışmamıza mane olurdu. Sinifdəki isimdən üzrə yer zərfidir. Dəki bunu sifət edir. Bunu dəfələrlə vurğuladıq. Bu getdi. Gərginlik düzəltmə sifətdən yaranmış isimdir. Gərməkdən gərgin, gərginlik. Düzdür. Düzəltmə sifətdən yaranmış isimdir. Nə? Səy isimdir. Necə çalışmamız? Səy ilə isim deyil. Bu uşaqlar zərfdir yerdə. Çalışmağımıza mənsubiyyət vaxtı şəkilçisi düzəltmə feildir. Çalışmaq sadə feildir. Düzəltmə deyil. Demək, çalışmaq məslərdir. Imız mənsubiyyət A yönlükdür, amma kökü çalışdaq. Mane olur. Xəbər şəklində mane olur. İr indiki zamanda D-də xəbər idi hissəciyidir. Bu da düzdür. Cavab demək 108 olacaq. 2 və 5. Dünənki qorxulu hadisə cəsarətli hərəkətimizə demək mane olurdu. Baxaq, demək burada nə istəyir? Dünənki bildim ki sifət verib, sağ olsun. Bu düzdür. Qorxulu feildən düzəlmiş sifətdir. Qorxmaqdan qorxulu. Feildən düzəlmiş sifətdir deyir. Yanlışdır. İsimdən düzəlmiş sifətdir. Hərəkətimizə mənsubiyyət və hal şəkilçisi qəbul edib, düzdür. Mane olurdu, keçmiş zamanda olan mürəkkəb olur. İndiki zamanda keçmiş zaman deyil. Sonra cəsarətli isimdən düzəlmiş sifətdir. Cəsarətli bu da düzdür. 2 və 4 oldu cavab. Sən qüdrətin sirrini bilirsən. Demək, isimlər sadədir. Qüdrət, sir, düzdür. İsimlər adlıq və yərik haldadır. Qüdrətin sirrini təsirli haldadır. Sən şəxs əvəzlidir, ismi əvəzlidir, bu düzdür. Mənsubət şəkilçili söz təsirli haldadır. Qüdrətin sirrini təsirli haldadır, düzdür. Bilirsən xəbər şəklində bunu düzəltmək. Bilməkdən bilir. Xəbər şəkli sanı. Burada düzəltmə deyil, sadədir. Cavabımız nə oldu? 1, 3 və 4. Belə. Bu qədər uşaqlar. Bugünlük burada yekunlaşdıraq. 111-dən 150-yə qədər olan testlərin izahında növbəti izahımızda inşallah verərik. Sağ olun, növbəti dərslərdə görüşərik. Bu tipli izahların tez-tez gəlməyini istəyirsə, kanalımıza abunə olmağı və videolarımızı paylaşmağı unutmayın. Sağ olun, növbəti dərslərdə görüşərik.